Fikir olunacaq mövzumuz üçün qonaqlarımızı studiyaya dəvət edək. İçəri şəhərimizdə, bizim gözəl məkanımızda, tarixi məkanımızda bu dəfə beynəlxalq xalça festivalı keçiriləcək. Niyə görə belə tərəddüd elədim? Çünki ötən il milli xalça festivalı keçirilmişdi. Bu il isə artıq beynəlxalq xalça festivalı keçirilir. Bu artıq bizi qürurlandırır. Çünki dünyanın bir çox ölkələrindən gələn nümayəndələr Azərbaycanımızı görəcək. Azərbaycan xalçasının yaxından toxunub hiss edə biləcək. Onun özündə də böyük bir genetik kodlarımız var ki, biz insanpərvər, qonaqpərvər, insanları sevər, süd sevərik. Və məmnuniyyətlə sənin qonaqları dəvətliyim, olar mı? Buyurun Nur. Qonaqlarımızı dəvətləyirik. Xatuna Bağırova, Azərxalça Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi, Kənan Səlimov, Azpromonun Mərkəzi Kommunikasiya Şöbəsinin müdürü və əziz Səfaya xanım Gələcək Əhmədova, İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi. Xoş gördük sizi. Hoş gördük. Hər zaman gəlin və belə maraqlı xəbərlər bizə çatdırın. Çünki xalça ilə bağlı mövzulara toxunarkən milli kimliyimizə toxunmuş oluruq. Milli kimliyimizlə bərabər tariximizə toxunmuş oluruq. Xalça nümunələri üzərindəki naxışların hər birində bizim üçün bir doğmalıq var. Artıq mən çox sevinirəm ki, o qədər Azərbaycan televiziyasının burada xüsusi bir rolu var ki, o qədər biz xalçada, milli naxışlarımızdan danışırıq ki, şəhərdə biz artıq insanların üzərində də o milli elementlər, naxışları görürük. Bax, bu gözəllikdir. Bu deməkdir ki, biz artıq istədiyimizi doğru çatırıq və ən əsası da odur ki, artıq xalça festivalı beynəlxalq xalça festivalı olacaq. İlk hansı qonağımız istəyirsə başlasın bizə məlumat vermək üçün? Buyurun. Öncəliklə təşəkkür edirik. Xalça festivalımıza çox az günlər qalıb, artıq sayılı günlər qalıb. Ona görə biz maksimum dərəcədə çalışırıq ki, tamaşaçılarımıza bu haqda xəbərləri tez-tez çatdıraq ki, çünki ayın 2-dən 4-ünə qədər Bakıda növbəti bir xalça bayramı yaşanacaq və biz istəyirik ki, bütün Bakı sakinləri, qonaqlarımız bu bayramın bir hissəsi olsunlar. May ayının 2-si və 4-ü olacaq xalça festivalı. Bu dəfə siz qeyd etdiyiniz kimi beynəlxalq xalça festivalıdır. Çünki artıq Azərbaycanla yanaşı həm də xarici ölkələr də iştirak edəcəklər. Ona yaxın xarici ölkə artıq təsdiqləyib. Nümunələrini gətirəcəklərmi xalça nümunələrini? Bəli. 2 gün ərzində İçəri şəhərin mərkəzində həmin xarici ölkələr, hansılar ki iştirak edəcəklər, onlar özlərinin milli pavilyonlarında hansı xalçaçılığın hansı növü ilə məşğul olurlar, necə məşğul olurlar, bunu həm nümayiş etdirəcəklər, master-klasslar keçəcəklər və öz təcrübələrini bölüşəcəklər. 2 gün xalça festivalımız həm də keçən ilkindən fərqi də odur ki, bu il festival forumla başlayır fəaliyyəti. Ayın 2-sində geniş bir forum baş tutacaq. Bu forumda həm Azərbaycandan, həm də dünyanın müxtəlif ölkələrindən, müxtəlif məkanlarından xalçaçılıq sahəsində çalışan, bu sahədə ad çıxaran, belə deyək, həm gənc, həm müxtəlif yaşlardan ibarət olan xalçaçılar, rəssamlar, alimlər çıxış edəcəklər. Və Səfaya xanım, üzr tuturam sizə. Çünki bu festival da İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğunda keçiriləcək və İçəri şəhər dedikdə artıq gözümüzdə canlanır. Çünki bunu milli xalça festivalında gördük. İnsanların axınını gördük. Bu ilə bağlı xüsusi sujetlər hazırlandı, təqdim olundu. Bu dəfə isə daha geniş miqyasdır. Necə hazırlaşmısınız? Əvvəla təşəkkür edirəm dəvətinizə görə. Doğrudan da Xatuna xanım qeyd elədiyi kimi bu festivala nə qədər çox adam gəlsə, yəni hər bir tədbiri gözəlləşdirən, onu özəlləşdirən ora gələn izləyicilərdir, ziyarətçilərdir. Bilirsiniz ki, bu tədbiri, bu festival İçəri şəhər bir mədəniyyət mərkəzi olaraq daimi belə bir mühüm layihələrə imza atır və bu festivalda artıq ikinci bir festivaldır ki, İçəri şəhərdə keçirilir və həmin günlərdə İçəri şəhər demək olar ki, açıq səma altında bir muzeyə çevriləcək. Yəni bütün küçələri, dar tarixi küçələri, karvansarayları, sarayları hər birində xalça ekspozisiyaları, ekskursiyalar təşkil olacaq. Keçmişə səyahət edəcək. Keçmişə səyahət olacaq. Baxın, 1918, 1919, 20-ci illərdə hansı ki o ticarətin inkişaf etdiyi bir dövrdə Azərbaycanda o İçəri şəhər tərəfində bir çox xalçalar satıldı. Bəli. Dərhal gözümün önünə o tarixi görüntülər gəldi ki, həmin o məkan yenidən o cür canlanacaq. Mən bir şey qeyd edeyim ki, bu festivalın həm də mühüm tərəflərindən biri də odur ki, bu il İçəri şəhərin ümumdünya irs siyasətinə daxil olunmasına 25-ci il dönümüdür. Yəni bir belə üst-üstə düşür. Ona görə də ayın 2-sində olan forumda, yəni qeyd olunduğu kimi bir çox ölkələr... Bir də xalçanın 15 illiyi olmalıdır. Xalçanın 15 illiyi. Yəqin Xatuna xanım onu qeyd edir xüsusi olaraq. Həmin forum
forumda hətta içəri UNESCO-nun Ümumdünya siyasətinin daxil olmasına dair installyasiyalar da təqdim olunacaq. Festivalın əsas mərkəzi, əsas səhnəsi olacaq Qoşaqala meydanında. Orada böyük bir konsert proqramı təşkil olunacaq. Bundan başqa bir çox brendlərin təqdimatı olacaq. Ustad dərsləri təşkil olunacaq. Uşaqlar üçün də ustad dərsləri nəzərdə tutulub. Çünki keçən il uşaqları böyük maraqla gətirib. Bəlkə də valideynlər əsasən uşaqlara təbliğ eləmək istəyir tariximizi. Ondan başqa ən böyük marağa səbəb olan tərəflərdən də biri açıq səma altında axşam saatlarında film nümayişləridir. Milli kinolarımız nümayiş olunacaq. Nə gözəl, hansı gözündə bir xalçanı yaşanacaq. Bəli, keçən il yenə deyirəm, bu filmin nümayişi çox marağa səbəb olmuşdu. Çox o köhnə bir tarixi yadımıza gəlirdi bizim açıq havada kinoya baxmamız. Yəni bir növ onu xatırladacaq. Və mən istəyirəm ki, Kənan bəyə də sual verim. Çünki bunun bir də iqtisadi tərəfi var. Bu festivalın keçirilməsində ümumiyyətlə dünyada keçirilən, bunu tamaşaçılar da bilsin ki, hər hansı bir festivallar varsa, bunların dünyaya vermək istədiyi bir mesaj var. Və təbii ki, bu beynəlxalq xalça festivalı ilə də biz hər hansı bir mesajı vermək istəyirik və yaxud hər hansı bir əlaqələrin yaranması istiqamətində ilkin addımlar atırıq. Və buna görə də Kənan bəy siz də eşidək. Təşəkkür edirəm. Möhtərəm cənab prezidentin müvafiq fərmanına əsasən Made in Azərbaycan brendinin xarici bazarlarda təşviqi ilə bağlı İxracın və İnvestisiyaların Təşviqi Agentliyi Aspromo tərəfindən görülən müvafiq tədbirlər çərçivəsində ilk Milli Xalça Festivalına Aspromo tərəfindən dəstək verilmişdir və bu festivalın bir nəticəsi olaraq da Azərbaycanın bu sahədə olan qlobal imicinin artırılması məqsədi ilə ilk Beynəlxalq Xalça Festivalının təşkilinə dəstək verilmişdir və ilk Beynəlxalq Xalça Festivalının, ilk Milli Xalça Festivalından qeyd olunduğu kimi əsas fərqlərindən biri odur ki, Xalça Festivalı formla başlayacaq, Beynəlxalq Xalça formu ilə və Beynəlxalq Xalça formu bizim üçün imkan yaradır ki, həm Azərbaycandan olan, həm də xarici ölkələrdən olan bu sahənin aparıcı mütəxəssisləri bir araya gəlsinlər, B2B görüşlər təşkil olunsun, qeyd olunduğu kimi ki, sahənin mütəxəssisləri, tədqiqatçılar gələcəklə bir araya. Ondan başqa qeyd etmək olar ki, Azərbaycan üçün xalça ixrac potensialı yüksək olan məhsullardan biridir və Azərbaycan xalçaları 31 ölkəyə ixrac olunub 2024-cü il ərzində. Bizim xalçalarımıza ABŞ, Almaniya, Niderland, Macaristan, Latviya və digər ölkələrdən böyük maraqlar var və biz belə hesab edirik ki, bu kimi festivalların təşkil olunması Azərbaycan xalçasının qlobal imicinin daha da artırılmasına töhfə verəcək. Çünki bizim xalçalarımız Aspromo tərəfindən dəstək verilən müvafiq sərgilər, beynəlxalq sərgilərdə belə deyək, nümayiş olunan zaman həm də xaricilərin böyük marağı vardı. Yəni, keçənki xalça festivalında baxmayaraq ki, biz qeyd elədik ki, Milli Xalça Festivalı idi. Təsadüfən ölkəmizə gələn, belə deyək, qonaqlar, turistlər, onlar böyük maraqla izləmişlər. Geri gəlmişkən efirimizi izləyən tamaşaçılara da qeyd etmək istəyirəm ki, əgər xaricdən olan qonaqlarınız varsa, özünüzdə qeyd edin 2, 3, 4 may tarixlərini içəri şəhərimizdə dəvət edin ki... Əslində buradan deməyə ehtiyac yoxdur, çünki ölkəmizdə turist axını çoxdur və turistlər də Azərbaycana gələrkən ilk İçəri şəhərə gəlirlər. Aytaç xanımın da sualları var sizdə, çox maraqlıdır, çünki həmin o festival çərçivəsində emal prosesləri Aytaç xüsusilə təqdim olacaq ki, biz daha yaxından görə biləcək və uşaqlar üçün mən bildim ki, çox gözəl proqramlar düşünülüb. Çünki ötən dəfə verişlərimizdə qonaq olarkən bildirdiniz ki, bu il həm də əsas məqsədlərdən biri uşaqların, belə deyək, yeni nəsil uşaqların və gənclərin də bizim milli xalçalarımıza marağını artırmaqdır. Yəqin ki, bu layihə çərçivəsində də bunun üçün xüsusi proqramlar düşünülüb və səhv etmirəmsə açıq havada teatr tamaşaları da olacaq və məhz bu uşaqları cəlb etmək üçün düşünülüb. Proqramın gedişatından da ətraflı məlumat verək. Əslində ümumiyyətlə Xalça Festivalının yaranmasının əsas səbəblərindən biri də siz bilirsiniz ki, Azərbaycanda 5 may Xalçaçı günü kimi qeyd olunur. Biz Azərbaycanda ən böyük xalça istehsalçısı olmaqla yanaşı, həm də xalçaçılıq sənətinin inkişafı, tərənnümü və gənclərə ötürülməsi yolunda da böyük addımlar atmağa çalışırıq. Və festivalın da əsas məqsədlərindən biri də odur ki, biz əslində bəlkə də hardasa xalçaçı olmağı ağlından keçirməyən bir gənc belə olsa, bu festivala gələrkən başa düşər ki, özünü burada tapa bilər. Yəni, necə bir maraqlı sənət sahəsi olduğunu özü üçün kəşf edə bilər. Məhz bunları nəzərə alaraq biz festivala gələn hər bir kəsə xalçanın meydana gəlməsini sıfırdan başlayaraq göstəririk ki, onlar bu prosesin necə baş verdiyini görsünlər. Yəni, biz aydınca belə deyək də, iplərin boyanmasından, əyrilməsindən tutmuş, xalçanın toxunma prosesi, həmin toxunmuş ərsəyə gəlmiş xalçanın emal prosesi,
çəkisi, kəsilməsi, emalı Dediniz və ki, təqdimatı. baxın, Milli Xalça o festival keçiriləndə o rənglərin təbii vasitələrlə o rənglərin alınması Bəli, bəli, prosesini bəli. izləyirdik. İnsanlarla bərabər oradan keçən insanlar. O qədər maraqlı idi. Çox maraqlı. Və hətta artıq öz həyatımızda da o rənglərin alınması üçün lazım olan ətrafımızda olan bir çox şeylər var ki, biz bunu Vasitələrdən istifadə bilmirdik. edə bilərsiniz, Və indi bəli. bax bu festival vasitəsilə də bunu biləcəyik. Təbii ki, sualın davamı olaraq o interaktiv tamaşa ilə də bağlı istərdim ki, sizin fikrinizi öyrənək. Bəli, interaktiv tamaşalar deyəndə ki, yəni bir çox İncəsənət İnstitutunun tələbələri gəlib orada tamaşalar oynayırlar. Ondan əlavə xalq artistlərinin canlı ifaları olacaq. Yəni bunu niyə deyirəm? Bəlkə gəlib canlı onları görmək istəyən, dinləmək istəyən tamaşaçılarımız olar. İnsanlar onsuz da gəlirlər, sadəcə olaraq bir Bəli, bəhanə təbii ki, olsun gəlirlər. deyə bunu deyirik ki, yenidən Əvvəlcədən gələsiniz. bilsinlər ki, yəni onlara Məlumat ayın olsun. 3-də bu konsert proqramı ayın 3-də başlayacaq. Qoşaqala qapısında, meydanında üzr istəyirəm. Ondan sonra Qız Qalası meydanında 4 bucaqlı qalada olacaq, sərgilərimiz olacaq. Bakı fotoqrafiya evində olacaq sərgilərimiz, Kü Galeridə olacaq, bəli. Yəni bütün İçəri şəhərin bütün ərazisi son hektarına qədər xalça dekorasiyaları ilə bəzədiləcək və çox gözəl olacaq. Yəni sizin özünüzə dəvət Biz edirik. böyük məmnuniyyətlə gələcəyik. Saytımız da bizim istifadəyə verilib. Aha, o Festivalın barədə də. şəxsi öz saytı, əlavə saytı açılıbdır. Yəni oradan da maraqlana bilərlər. Ondan əlavə hər üçümüzün, qurumumuzun sosial şəbəkələrindən də məlumatlana bilərlər hansı gündə nələr tətbiq olunacaq içərisində. Artıq tamaşaçılarımız bizdən bu məlumatı alırlarsa, bilirik ki, o festivalda iştirak eləyəcəklər. Artıq sona doğru gəlib çatırıq. Son olaraq mən xüsusilə vurğulamaq istəyirəm ki, bu Bakının mərkəzində tariximiz olan məkanda keçirilir. Amma unutmayaq ki, bölgələrimizdə də xalçaçılıqla məşğul olan bir çox bölgələr var. Bəlkə də onun marağı sayəsində həmin bölgələrə turistlər üz tutarlar. Orada da xalçaçılıqla məşğul olan bir çox insanlar var ki, onlar cəlb oluna bilər bura və yaxud onlar da o işi daha da genişləndirə bilərlər. Elə deyilmi? Yekun olaraq bir cümlə ilə istərdim ki, bax bu fikri də tamamlayasınız bizim üçün. Ümumiyyətlə Azərxalçanın bir şey deyim ki, Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən 14 emalatxanası var və həmin gün həmin emalatxananın nümayəndələri təbii ki, festivalda iştirak edəcəklər, öz təcrübələrini Bu bölüşəcəklər. ayrı-ayrı bölgələr. Bəli, bəli. Keçən ildə olduğu kimi hər bir emalatxanadan olan xanımlar öz dəstgahlarının arxasında xalçalar 14 xalçaçı öz xalçalarını toxuyacaq və siz həmin interaktiv yer gəlmişkən baxmaqla, öyrənməklə yanaşı həm də prosesin bir hissəsinə çevrilə bilərsiniz. Bundan əlavə toxucularla yanaşı bizim emalatxanalarda çalışan digər işçilərimiz də fəal şəkildə bütün regionlardan olan hamısı festivalda iştirak edəcəklər. Festival çox genişdir, proqramımız çox genişdir. Bir neçə dəqiqə Ona gəlin tarixi bir də söyləyək ki, Beynəlxalq Xalça Festivalı may ayının 2-dən 4-ünə qədər keçiriləcək. İçəri şəhərdə sizin yolunuzu gözləyirik. Gəldiyiniz üçün sizə minnətdarıq. Çox sağ olun. Çox sağ olun. Biz Və təşəkkür bilirik ki, bu edirik. maarifləndirmə işlərinə daha çox diqqət etməliyik və Azərbaycan televiziyası da burada hər zaman bayraqdar rolundadır. Odur ki, Təşəkkür edirik. biz də öz ailəmizlə, Azərbaycan televiziyası ailəsi ilə bərabər sizin yanınızda olacaq. Çox sağ olun. Çox gəldiyiniz üçün. təşəkkür edirik. Minnətdarıq. Ölkəmizdə keçiriləcək Beynəlxalq Xalça Festivalından danışdıq və təbii ki, digər mövzular var ki, hansı ki müzakirə edəcək, anonslarda bunu xatırlatmışdıq. Hal-hazırda